Deməli, nuklein turşularından danışacağıq. Nuklein turşuları ilk dəfə hüceyrənin nüvəsində tapıldığı üçün bu cür adlandırılmışdır. Lakin sonralar, məsələn, mitoxondridə, plastidlərdə, ribosomlarda da nuklein turşularının olduğu məlum olmuşdu və nukleus nüvə deməkdir. Nuklein turşusu deyəndə çox vaxt elə başa düşür ki, bəzi uşaqlar bu söhbət təkcə DNT-dən gedir. Xeyr, RNT də nuklein turşularına aiddir və iri molekullu təbii üzvü birləşmələrdir. Və öz quruluşuna görə deməli, nuklein turşuları biopolimerdir. Çünki onların monomerləri var və monomerləri də nukleotid adlanır. Nukleotidlər azot əsasından 5 karbonlu karbohidrat qalığından, buna deyirik pentoza. Bax, bu pentoza ya riboz ola bilər, ya dezoksiriboza. Dezoksiriboz olarsa bu DNT adlanacaq. Əgər riboz olarsa bu RNT adlanmış olacaq. Yəni nuklein turşusuna adı verən onun deməli karbohidratıdır və fosfat turşusundan nukleotid ibarət olacaq. Bu üç hissədən ibarətdir nukleotidlər. Nuklein turşuları iki növü var: dezoksiribonuklein və ribonuklein turşuları. Dezoksiribonuklein turşuları, yəni DNT, iki dənə halqadan ibarətdir və bir-birinə demək ki, spiral şəklində burulmuşdur. Və bu yəni DNT, dezoksiribonuklein turşusunu deyək. DNT-nin tərkibində olan azot əsasları sitozin, guanin, adenin və timindir. Timin. Bu DNT-nin tərkibinə aid olan azotlu əsaslardır. Bu azotlu əsaslar əlbəttə ki, fosfat və karbohidratı ilə birlikdə, burada yazılıbdır, fosfat və karbohidratı ilə birlikdə nukleotidə əmələ gətirir ki, bu nukleotidlər də birləşir, nuklein turşusunu əmələ gətirir. Buradan yaxından baxdıqda biz görürük ki, sitozin deməli azotlu əsasının tərkibində bir dənə oksigen var. İndi deməli guanin azotlu əsasının tərkibində də bir dənə oksigen var eyni şəkildə. Adenin azotlu əsasının tərkibində oksigen yoxdur. Və urasil azotlu əsasının tərkibində 2 dənə oksigen olmuş olacaq. Və timində də 2 dənə oksigen var. Bu deməli fikirlərdən yola çıxaraq bir çox suallar hazırlanır və indi gəlin biz o sualları tərtib edərkən əslində nəyə diqqət etməli olduğumuza baxaq. Dedik ki, DNT molekulu 2 zəncirlidir və dezoksiriboza deməli onun pentozası dezoksiribozadır. Dezoksir. Yəni oksigeni yoxdur. Əgər dezoksiribozadırsa, deməli onun nukleotidində də, məsələn, sitozinin azotlu əsasında bir oksigen var, nukleotidində də bir oksigen olmuş olacaq. Sonra gələk guanində. Guanində əgər azotlu əsasında birdən oksigen varsa, dezoksiribozada axı başqa bir oksigen alacağı yeri yoxdur. Yəni onun nukleotidində də eyni şəkildə nə var? Birdən oksigen olmuş olacaq. Məsələn, adenin azotlu əsasında oksigen olmadığı üçün DNT molekulunda olan adenin nukleotidində də oksigen olmayacaq. Və timin deməli azotlu əsasında 2 oksigen var və dediyimiz kimi bunun deməli pentozasında oksigen olmadığı üçün timin nukleotidində artıq 2 dənə oksigen olmuş olacaq həmin bu DNT molekulunda olan nukleotidlərdə. Bizdə məsələn verir ki, tərkibində heç oksigen olmayan nukleotidin əmələ gətirdiyi rabitələr. Artıq sən avtomatik bilməlisən ki, DNT molekulunda heç oksigen olmayan nukleotid adenindir. Adenin nukleotid çünki nə azotlu əsasında, nə də ki karbohidratında oksigen olmadığı üçün oksigeni olmayan bir nukleotiddir. Və yaxud da sənə deyir ki, tərkibində bir oksigen deməli olan nukleotidlərin əmələ gətirdiyi rabitələrin cəmi DNT molekulunda. Burada sən avtomatik bilməlisən ki, sitozinlə guanində azotlu əsaslarda bir oksigen var idi və nukleotidin özündə də bir oksigen var idi deyə bu deməli bu nukleotidlərin əmələ gətirdiyi rabitələri mən artıq nəzərə almalıyam. Eyni şəkildə timin içində məsələn deyə bilərik ki, DNT molekulunda olan və tərkibində 2 oksigen olan nukleotidin əmələ gətirdiyi rabitə. Burada da avtomatik mən timini düşünəcəm.
Gəlin indi RNT-də həmin mövzu üçün RNT-dən baxaq. RNT-də isə, timini buradan silim ki, qarışıqlı olmasın. RNT-də isə burada qeyd etmişik neçə dənə oksigen olduğunu və yenə sitozində bir dənə oksigen buradadır və biz bilirik ki, RNT molekulunda ribonukleindir, ribozadır, riboza. Ribozada isə pentozasında, yəni karbohidratında bir dənə oksigen var. Onda sitozin əgər azotla əsasında bir oksigen varsa, nukleotiddə artıq, nukleotid deyəndə həm də karbohidratda nəzər almalıyıq axı. Nukleotidində artıq 2 dənə oksigen olmuş olacaq. Sonra eyni şəkildə guanində azotla əsasda bir dənə oksigen varsa, nukleotidində yenə 2 dənə oksigen olmuş olacaq. Çünki bir oksigen də bizə karbohidrat verir. Adenin, məsələn, bilirik ki, oksigeni yoxdur. Onda ribozanın adeninində artıq nukleotidində bir oksigen olmuş olacaq. O bir oksigen də hardan gələcək? Karbohidratdan. Urasil də deməli RNT-nin azotlu əsasıdır. Eyni şəkildə RNT-də olan bir nukleotiddir. Deməli o da karbohidratında bir oksigen və özündə də 2 oksigenlə nukleotidində 3 dənə oksigen olan nukleotidə əmələ gətirmiş olacaq. Bu şəkildə deməli oksigenlərin sayını da həm azotlu əsas üçün, həm nukleotid üçün yadda saxlamaqda fayda var. Gəldik indi bu nukleotidlərin, dedik ki, sitozin, guanin, adenin, timin, urasil olaraq 5 növ bizim nə var? Azotlu əsasımız var. Bu azotlu əsasların əmələ gətirdiyi nukleotidlərdən adenin, sitozin, guanin və timin DNT-də yerləşir və hər bir nukleotidin qarşısında DNT molekulunda ona komplementar olan digər nukleotid yerləşir. Məsələn, tutaq ki, DNT molekulu dedik ki, 2 zəncirdən ibarətdir. Bu şəkildə. 2 zəncirdən ibarətdir. Əgər tutaq ki, burada adeninlə başlayırsa, adeninin qarşısında onun komplementarı olan timin yerləşəcək. Sitozin varsa, sitozinin komplementarı guanindir. Və eyni şəkildə guanin varsa, guaninin komplementarı sitozin, timin varsa, timinin komplementarı isə guanindir. Və hər bir nukleotid özlüyündə hidrogen rabitələri əmələ gətirir. Hidrogen adenin və timin arasında 2 qat hidrogen rabitəsi, sitozin ilə guanin arasında 3 qat, guanin ilə sitozin arasında 3 qat, timinlə guanin yazmışam. Timinlə adenin olacaq. Timinlə adenin arasında yenə 2 qat hidrogen rabitəsi əmələ gəlmiş olacaq. Bu DNT molekulundan deməli RNT molekulu sintez olunur. Təsəvvür edin ki, bax buradan zəncir qırılır və bir zəncirdən RNT molekulu sintez olunmağa başlayır. RNT molekulu sintez olunarkən yenə eyni şəkildə hər bir nukleotidin komplementarı belə çəkək də, sanki buradan bir RNT molekulunu başqa rənglə çəksə daha məntiqli olardı sanki. Belə deyək. Burada deney yazaq. Gələk bunu RNT-mizi başqa rəngdə çəkək. Tutaq ki, RNT-miz də olsun qırmızı. Buradan bir RNT molekulu mən çəkirəm. Hansı ki, bu DNT-nin əsasında əmələ gəlir. RNT molekulu artıq DNT-də adenin varsa, adeninin qarşısında timin olmalıdır. Ancaq RNT molekulunda biz timin azotlu əsasına və timin nukleotidinə rast gəlmirik. Ona görə də adeninin qarşısında urasil, sitozinin qarşısında uyğun olaraq guanin, guaninin qarşısında sitozin, timinin qarşısında isə yenidən adenin nukleotidi olmuş olacaq və bu şəkildə məlumat RNT zənciri DNT əsasında sintez olmuş olacaq. Biz bura baxdıqda görəcəyik ki, biz bayaq dedik ki, pentozasına görə DNT ilə RNT bir-birindən fərqlənir. Deməli, artıq DNT-nin adenin deməli nukleotidi ilə RNT-nin adenin nukleotidi bir-birindən fərqlidir. Məsələn, bu adeninlə bu adenin bir-birindən fərqli deyil. İkisi də DNT-nin adenidir. Amma buradakı adenin nukleotidi bir-birindən fərqlidir. Ona görə də 1, 2, 3, deməli 3, 4, 5, 6, 7, 8 dənə. Deyəcək ki, DNT molekulundan RNT molekulunun əmələ gəlməsində 8 növ nukleotid
Neçə növ azotlu əsas oldu? Azotlu əsaslar isə eynidir. Bizdə nukleotit fərqlənirdi. Nəyə görə? Karbohidrata görə. Amma azotlu əsaslar oxşardır. Bax, buranın sitozini ilə buradakı sitozin, buradakı adeninlə buradakı adenin azotlu əsası eynidir. Azotlu əsası eyni olduğuna görə də 5 növ azotlu əsas iştirak etmiş olacaq. Azot. Mən belə yadda saxlayıram ki, 5 ilə 8-dir. DNT-dən RNT-dən əmələ gəlməsini iştirak edən nukleotit və azot əsası. Az sözü azın qarşısında. Yəni 5-dən azot. Az, azot, 5 dənə azotlu əsas, 8 növdə nukleotit. Yəni çoxu olanda nukleotit 5 və 8 olaraq yadda saxlaya bilərik. DNT-dən deməli RNT-dən əmələ gəlməsində 5 növ azotlu əsas, 8 növdə nukleotit iştirak edir. Gələk indi bu nukleotitlərin əmələ gətirdiyi. Burada da az öncə dediyimiz komplementarlıq prinsipi ilə əmələ gəlir. İndi burada zəncirlər qırıldıqdan sonra hər bir DNT molekulu özünü bərpa edir. Bu bərpa etmə adlanacaq replikasiya. Tutaq ki, bu zəncirlər qırılıbdır və bu molekul özünü bərpa etməlidir. Bu şəkildə. Bu da özünü bərpa etməlidir. Özünü bərpa edərkən mühitdən nukleotitləri alır və öz molekulasını bərpa edir. Yəni bir molekula DNT qırılarkən məlumat RNT-nin əmələ gəlməsində 2 molekula DNT əmələ gəlmiş olur. Bu adeninlər elə düşünək ki, məsələn, sap kimi uzan-uzana buradan gedir və qarşısına gətirir, mühitdən alır timini, guanini, sitozini və adenini, olur ayrı bir DNT molekulu. Bu da eyni şəkildə mühitdən alır adenini, sitozini, guanini və timini. Bu da ayrı bir DNT molekulu olur. Yəni bir molekul DNT parçalananda 2 molekul DNT əmələ gəlmiş olur. Buna da deyəcəyik biz replikasiya. Və bu replikasiyada da komplementarlıq prinsipinə əsasən DNT-nin bir zənciri özünü bərpa edir. Və eyni şəkildə komplementarlıq prinsipinə əsasən də DNT-dən deməli məlumat RNT, yəni ümumiyyətlə RNT əmələ gəlir. Burada da az öncə dediklərimiz. Gələk indi bunların əmələ gətirdiyi rabitələr, kimyəvi rabitələr. Kimyəvi rabitə dedikdə həm hidrogen rabitəsini, həm də kovalent rabitəni nəzərdə tutmuş olacaq. Yadınızda saxlayın ki, hidrogen rabitəsi azotlu əsaslar arasında yaranır. Kovalent rabitə isə nukleotitlər arasında yaranır. Hidrogen rabitələri yaranarkən bir də bu şəkillərdə, bax, məsələn, tutaq ki, deyək ki, bu heç burada adlar verilməyib. Məsələn, bunları silək. Adlar olmadan biz bunu təyin etməyə çalışmalıyıq ki, bu hansı nukleotitdir. X verilib, Y verilib, Z verilib. Bunu necə təyin edəcəyinizi sizə göstərək. Və eyni şəkildə molekullardan danışaq. Deməli, bunları necə təyin edirik? Baxırsınız ki, adenin deməli azotlu əsası 2 dənə sanki pətəkdən ibarətdir. Deməli, adenin 2 dənə pətəkdən ibarətdir və bu, məsələn, heç qarşısında hidrogen rabitəsinə baxmadım. Bu ya adenin ola bilər, ya guanin. Mən baxıram, 2 qat, əgər rabitənin qarşısında 2 pətək varsa, deyəcəm bu adenindir. Sonra gəlirəm bura. Burada da 2 dənə pətək var, amma 3 dənə rabitədir. Deməli, 3 rabitə əmələ gətirən ya sitozindir, ya guanin. Amma adeninlə guanin demişik ki, ölçücə, yəni kütləcə böyükdür sitozinlə, timindən və yaxud durasildən. Ona görə burada deməli olubdur nə? Guanin. Çünki o da 2 pətəkdir və böyükdür. Burada da guanin və 3 qat rabitədir. Burada deməli onun qarşısında nə olacaq? Timin. Onun qarşısında olacaq sitozin. Onun da qarşısında, adenin də qarşısında olacaq timin. Bunları tapdıq. Gələk bura. Baxıram ki, 2 qat rabitədir və 1 pətəkdən ibarətdir. Deməli bu timindir. Qarşısında nə olacaq? Adenin. 3 qat rabitədir. Ya sitozin ola bilər, ya guanin. Guanin sitozinlə kütləcə böyük olduğu üçün deməli 2 pətək olan guanindir, 1 dənə olan sitozindir. Bu şəkildə adlarını biz təyin edə bilərik. Ona görə deyirik ki, adenin və guaninin kütləsi sitozin, timin və uracilin kütləsindən daha böyükdür. Yəni bu fikirdən yola çıxaraq biz bunları belə adlandıraraq, yəni heç adlar verilməsə belə özümüz tapa bilərik. Gələk kovalent rabitəyə. Kovalent rabitə, bax, ümumilikdə deyirik ki, müavini işarət, bax, buradan fosfatı, karbohidratı və azotlu əsası ilə birlikdə bu bir nukleotitdir. Bu nukleotit aşağıdakı ilə birləşibdir. Hansı hissələri birləşdi? Baxıram ki, mən səhv götürdüm. Bir dəqiqə. Burada niyə bəs belə veribdi? Adları fərqli veribdi.
fosfat deyir sənə. Fosfatı gəlib o digər nukleotidi götürüb burada. Bunu niyə götürüb ki? Deməli, bu fosfat P, karbohidrat və nukleotid. Bu bir nukleotiddir. Eyni şəkildə bu bir nukleotiddir. Bir deməli nukleotidin fosfatı ilə digər nukleotidin karbohidratı arasında, bax məsələn bu fosfatdır, bu nukleotidin fosfatdır. Digər molekulun karbohidratı arasında olan rabitəyə biz kovalent rabitə deyəcəyik. Kovalent rabitə həmişə bir özündən sonraki ilə birləşdiyi üçün n-1 sayda olacaq. Yəni ümumi nukleotidlərin sayından bir vahid az olacaq. DNT 2 zəncirli olduğu üçün bir zəncirində n-1, digər zəncirində n-1 sayı düşünüb. Deyəcəm DNT-də kovalent rabitələrin sayı 2n-2. Deməli, RNT-də isə bu olsun DNT. RNT-də isə kovalent rabitələrin sayı n-1 qədərdir. Çünki o bir zəncirlidir. RNT. Məsələn, bizə əgər tutaq ki, deyir ki, 150 nukleotiddən ibarət RNT molekulunda nə qədər kovalent rabitə olar? RNT. Artıq mən düşünəcəm ki, 150 dənə nukleotidim varsa, deməli 149 dənə kovalent rabitə var. Söhbət DNT-dən getsəydi, DNT 2 zəncirli daxil. Bu RNT-nin bir zənciri 150-dirsə, buna uyğun olaraq əmələ gələn DNT-dən bir zənciri 150, ikinci zəncirdə, yəni 2 zəncir birlikdə 300 olubdur. Yəni 150-ni qoyaram n-in yerinə, olar 2n 300. 300-dən 2 çıxaram. Yerdə qalar 298. Deməli, nə qədər su kovalent rabitə əmələ gəlibdir? 298 ədəd kovalent rabitə əmələ gəlmişdir. Bu şəkildə düsturlarla kovalent rabitələrini hesablayırıq. Deməli, burada ribonuklein tuşlarından danışdıq, izah elədik bir zənciri, iki zənciri və hidrogen rabitələrinin düsturunu. Kovalent rabitəni dedik, hidrogen rabitələri. Hidrogen rabitələri dedik ki, adeninlə timin 2, sitozin və guanin 3 qat hidrogen rabitəsi ilə biri-birinə bağlanır. Adeninlərin sayı 2 qat hidrogen rabitələrin sayına bərabərdir. Demirəm ki, 2 qat hidrogen rabitələrini əmələ gətirdiyi hidrogen rabitələri. Sadəcə deyirəm 2 qat hidrogen rabitəsi. Bax, bir adenin var, bir dənə də 2 qat hidrogen rabitə var. Deməli, adeninlərin sayı 2 qat hidrogen rabitələrin sayına bərabərdir. Və yaxud da ki, adeninlərin sayı timinlərin sayına bərabərdir. Timinlərin sayı 2 qat hidrogen rabitələrin sayına bərabərdir. Bu şəkildə götürəcək. Və yaxud da deyəcəm, sitozinlərin sayı 3 qat hidrogen rabitələrinin sayına bərabərdir. Burada artıq ümumi hidrogen rabitələrini hesablayanda, ümumi nukleotidlərin sayının üzərinə sitozini gəlməklə mən ümumi hidrogen rabitələrinin sayını taparım. Və yaxud da deyirəm ki, hidrogen rabitələri bərabərdir 2 adenin üstə gələk 3 sitozin. Bu da təbii ki, bu ümumi nukleotidlər sayının açılışından bizə gəlir. Çünki ümumi nukleotidlərin sayı adenin, üstə gələk timin, üstə gələk sitozin, üstə gələk guanindir. Və demişik ki, adeninin sayı timin sayına bərabərdir. Ona görə mən bunu 2A olaraq işarə eləyə bilərəm. Deməli, sitozin sayı da guaninin sayına bərabər olduğu üçün bunu 2S olaraq işarə eləyə bilərəm. Və burada bu 2A üstə gələk 2S-i yerinə qoyanda 2A üstə gələk 3S düsturunu almış olacaq. Bu şəkildə hesablamamızı aparacağıq hidrogen rabitələri üçün. Deməli, DNT-dən RNT sintez olunur və RNT-nin 3 növünün 3-ü də DNT-dən sintez oluna bilər, bir növü də sintez oluna bilər. Bu şəkildə növləri sintez oluna bilər DNT-dən. Deməli, RNT-nin növlərindən ribosom RNT-si var, məlumat RNT-si var, nəqliyyat RNT-si var. Ribosom RNT-si ən böyük RNT-dir və məlumat RNT-də məlumatları alır və zülalın sintezində iştirak edir. Lakin ribosom RNT-si özü təklikdə zülalın sintezində iştirak eləmir. O, polisom şəklində iştirak edir. Yəni, testlərə də bu düşür. Təklikdə yox, polisom şəklində məlumat RNT-ni tutub saxlayır və zülal sintez edir. Nəqliyyat RNT-si isə həmin bu zülal sintezi prosesində hansı ki, amin turşuları birləşib zülal əmələ gətirir axı. Bu amin turşuları daşıyan nəqliyyat RNT-sidir. Sanki açar qismində, açarın uc hissəsində deməli nukleotidlər olur. Bu tanınma prosesini həyata keçirir. Açarın sonluq hissəsində isə amin turşuları olur. Bu amin turşuları da zəncirə qoşur.
Bu şəkildə nəqliyyat elintesi şəkilləri verməyib burada. Gəl belə çəkək də. Məlumat elintesi əlbəttə ki, belə bir zəncir formasındadır. Ribosom elintesi böyük və kiçik hissəciklərdən ibarətdir. Nəqliyyat elintesi isə yonca yarpağını bu şəkildə xatırladır. Bu şəkildə. Onun uç hissəsində, yəni burasında domin tuşu olur. Bu hissədə isə 3 dənə, məsələn, ASS yazaq da, nukleotid olur. Yəni açar funksiyası, açar yəni vəzifəsi kimi olur. Burada deməli, normalda biz deyirik ki, RNT-də hidrogen rabitəyə rast gəlinməz, amma bax bu yonca yapağının bu hissələri bir-birinə yaxınlaşan nukleotidlər öz aralarında kiçik hidrogen rabitələri əmələ gətirə bilər. Ona görə deyirik ki, nəqliyyat RNT-də yəni hidrogen rabitəsinə də rast gələ bilərik. Deməli, nəqliyyat RNT-nin bütün növləri zülal sintezində iştirak edir. Buradan əlavə nəyi deyəcəkdim? Deməli, məlumatı nəqliyyatı dedik. Məsələn, bir DNT-dən neçə növ RNT əmələ gələ bilər? Maksimum 3 növ. Minimumda 1 növ. Çünki 3 ayrı növdə RNT 3 ayrı DNT-dən də əmələ gələ bilər. Yəni, bu şəkildə yadda saxlamış olaq. Komplementarlıq. Dedik ki, sitozinlərin sayı guaninlərin sayına bərabərdir, adeninlərin sayı da timinlərin sayına bərabər olmuş olacaq. Nuklein tuşları haqqında əlavə nələr var idi? Heç bu qədər.